Aybaşılarınızda azalma varsa, aybaşılarınız düzənsizdirsə, əgər gicgah nahiyəsində saçlarınız tökülürsə, üzünüzdə sivilcə, yağlanmalar varsa və bir də hamilə qalmaqda çətinlik çəkirsinizsə, bu nəyin əlamətləri ola bilər? Bəli, bu çox qadınlarda rastlanan yumurtalıqları polikistoz xəstəliyidir. Belə qadınlarda adətlər oliqomenorreya şəklində, yəni az adət görmə. Bəzən bu qadınlarda 2 aydan bir, 3 aydan bir, bəzilərində isə hətta 6 aydan bir olan adət düzənsizliyinə rast gəlinə bilər. Bəli, bu qadınlar öz adət günlərini dəqiq bilmədiyinə görə bunlarda həmçinin hamilə qalmaqda da çətinlik çəkirlər. Belə qadınlarda ən çox yaranan simptomlardan biri də anovulyator gedən sikllardır. Yəni adət döngülərində ovulyasiya getmir. Ovulyasiya mexanizmasının da pozulmasına görə bu xanımlar daha çox nədən əziyyət çəkir? Sonsuzluqdan əziyyət çəkir. Bəli, biz polikistik over sindromu qadınların həm də hormonal düzənsizliyinə rast gəlirik. Bu zaman bu tipli qadınlarda insulin dirənci və kişi tipli hormonların artışına rast gəlirik. Əgər siz də bu sadaladığım şikayətlərdən əziyyət çəkirsinizsə, sizdə də PCOS əlamətləri varsa, gecikmədən ginekoloji müayinə olunmanızı tövsiyə edirəm.